İsrail İran ərazisinə hücumlarını daha da intensivləşdirib. Paytaxt Tehran və digər ərazilər İsrail qırıcıları və PUA-larının kütləvi hücumuna məruz qalır. İsrail rəsmiləri İranın ali rəhbərinin fiziki zərərsizləşdiriləcəyini də tez-tez dilə gətirir. Xameyninin sığınacağı güman edilən bunkerə də zərbələr endirilib. İsrail ordusu bugün İranın paytaxtı Tehrana intensiv raket zərbələr endirib. 60-dan çox qırıcı təyyarə ilə təşkil olunan hücumlarda İranın daxili təhlükəsizlik xidmətinin qərargahı, raket komponentləri istehsal obyekti, xəstəxana binası və sair obyektlər raket atəşinə tutulub. Ölən və yaralananların olduğu bildirilir. İsrail İranın nüvə alimlərini də təqib edir. Səhər saatlarında Çaxal Tehrandakı mənzillərin birinə PUA hücumu həyata keçirib. Məlumata görə təhlükəsizlik məqsədi ilə həmin mənzilə köçən İranlı alim raket zərbəsi ilə qətlə yetirilib. Çaxal ordusu Xəzər dənizi sahilində yerləşən Rəşdə, Həmədan vilayətinə, Kirmanşah, Bastanabad və Ərəy şəhərinə də raket zərbələri endirib. İran mənbələrinin məlumatına görə Həmədanda 2 mülki şəxs, Bastanabadda isə İslam İnqilabı Keşikçiləri Korpusunun 11 hərbçisi həlak olub. İsrail qırıcıları İranın ali rəhbəri Əli Xamneyinin sığınacağı güman edilən bunkerə də zərbələr endirib. Bunkerdə dağıntılar olsa da, ali rəhbərin orada olub-olmaması məlum deyil. Lakin İsrail hakimiyyəti açıq şəkildə etiraf edir ki, Xamneyi fiziki zərərsizləşdirilə bilər. Həm prezident İshak Herzog, həm də baş nazir Benjamin Netanyahu bildiriblər ki, İrana qarşı əməliyyatda məqsəd bu ölkənin nüvə sənayesi və ballistik silahların istehsalı zavodları olsa da, ali rəhbərin ölümü də hücumların nəticəsi ola bilər. İsrailin İrana hücumlarının ilk günündə öldüyü deyilən İranın ali rəhbərinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şamxani isə sağ imiş və vəziyyəti sabitdir. İranın Tasnim agentliyinin məlumatında deyilir. Şamxani partlayışlar zamanı daxili xəsarətlər alsa da, son bir neçə gündə onun müalicə prosesində müəyyən irəliləyişlər var. Artıq İranda İsrail və Amerika Birləşmiş Ştatlarına qarşı geniş miqyaslı aksiyalara başlanılıb. Cümə namazından sonra küçələrə çıxan İranlılar Təl-Əviv və Vaşinqtona qarşı şüarlar səsləndiriblər, hakimiyyəti İsrailə qarşı daha dağıcı zərbələr endirməyə çağırıblar. Qeyd edilək ki, bir neçə saat əvvəl İran növbəti dəfə İsrail ərazisinə raket zərbələri endirməyə başlayıb. Sepahın məlumatında qeyd olunur ki, İsrail şəhərləri uzaq mənzilli və son dərəcə ağır raketlərlə vurulur. İsrailin hava hücumundan müdafiə qüvvələri ölkənin şimal və cənub şəhərlərinə istiqamətlənən ümumilikdə 30-a qədər ballistik raketi zərərsizləşdirmək üçün müdafiə sistemlərini işə salıb. Buna baxmayaraq, Beerşeva və Hayfada yaşayış binalarına, avtomobillərə ciddi ziyan dəyib. Azı 30 nəfər yaralanıb. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, müharibəyə son qoymağın yeganə yolu İsrailin İrana təcavüzünü qeyd-şərtsiz dayandırmasıdır. Biz həmişə sülh və əmin-amanlıq üçün çalışmışıq. Amma indiki şəraitdə məcburi müharibəyə son qoymağın yeganə yolu düşmənin avantürizminə həmişəlik son qoymaq üçün yekun zəmanət təmin etməkdir. Əks halda bizim cavabımız daha sərt və daha amansız olacaq, deyə İran prezidenti vurğulayıb. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və gələcəkdə də buna cəhd etməyəcək. Belə bəyanatla isə İranın Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə çıxış edib. O bildirib ki, İran rəsmiləri Ağ Evlə heç bir əlaqə saxlamayıb və heç bir mesaj göndərməyiblər. Amerika Birləşmiş Ştatlarında isə hesab edirlər ki, İran rəhbərliyi nüvə silahı yaratmaqla bağlı qərar qəbul edərsə, bunu cəmi bir neçə həftə ərzində əldə etmək imkanına malik olacaq. Ağ Evin mətbuat katibi Caroline Leavitt jurnalistlərə açıqlamasında bildirib ki, İranın nüvə silahı əldə etmək üçün hər şeyi var. Bunun üçün yalnız ali rəhbərin qərarı lazımdır. Ağ Evin rəsmisi vurğulayıb ki, ABŞ prezidenti Donald Trump yaxın 2 həftə ərzində İrana zərbə endirib-endirməmək barədə qərar verəcək. Onun sözlərinə görə, dövlət başçısı hələlik İranın nüvə proqramının diplomatik hər şanslarının olduğu qənaətindədir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə İslam ölkələrini münaqişələrin öhdəsindən gəlmək üçün birlik və həmrəyliyə çağırıb. Müsəlmanlar olaraq daha çox vaxt itirmədən birlik və həmrəylik içində hərəkət etməyimiz zəruridir. Fikir ayrılıqlarımızı bir kənara qoyaraq, aramızda səpilən nifaq toxumlarının çiçəklənməsinə imkan verməyərək həmrəyliyimizi gücləndirməyimiz lazımdır, deyə Türkiyə lideri vurğulayıb. İsrail-İran münaqişəsi tamamilə nəzarətdən çıxa bilər.
Belə bəyanatla isə İraqın ali dini lideri Ayətullah Seyid Əli Sistani xəbərdarlıq edib. Sistani İrana və onun ali dini və siyasi rəhbərliyinə qarşı davam edən hərbi təcavüz kimi xarakterizə etdiyi hərəkətləri pisləyib. Sistani həmçinin münaqişənin bütün region üçün son dərəcə ağır fəsadlara səbəb olacağını deyib. Rusiya prezidenti Vladimir Putin də İranla İsrail arasındakı münaqişəni narahatlıqla izlədiyini bildirib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı o bildirib ki, Yaxın Şərq bölgəsi ağır sınaqlardan keçir və o bu vəziyyətdən çox narahatdır. Fransa prezidenti Emmanuel Macron da bəyan edib ki, İranın nüvə proqramına qarşı hərbi əməliyyatlar doğru cavab deyil. O hesab edir ki, İranın nüvə proqramı ciddi təhlükə yaradır və bu məsələdə yumşaqlıq göstərmək olmaz. Lakin heç kim bu təhlükəyə qarşı hərbi əməliyyatlarla cavab verilməsini ciddi qəbul edə bilməz. İranda çox yaxşı qorunan obyektlər mövcuddur və hazırda zənginləşdirilmiş 60% uranın harda olduğu dəqiq bilinmir. Buna görə də proqram üzərində nəzarətin yenidən bərpa olunması, texniki ekspertiza və danışıqlar yolu ilə həll olunması vacibdir, deyə Fransa prezidenti vurğulayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Grossi isə qeyd edib ki, İsrailin hücumları ərəfəsində İran nüvə bombası istehsal etmirdi. Bu kimi məsələlərdə çox diqqətli olmalıyıq. İraqa kütləvi qırğın silahlarından istifadə etmək üçün 45 dəqiqə lazım olduğu barədə faciəli bəyanatı hamımız xatırlayırıq, deyə Grossi bildirib. Bəxtiyar Fətullayev, ATV Xəbər.